bir neçə nəfər belə anamız var ki, evin tək yeganə övladını Qarabağ müharibəsində bizim torpaqlarımız uğruna, Qarabağ uğruna qurban verir. Bax, o analardan biri budur. Bir anamız da var, Nəzakət ana, onu da tanıyırıq. O da Turalın anasıdır, Füzulidə. Onun da tək yeganə bir övladı var. Biri də Arzu anadır. İngiltere'de tenha yaşayan, tenha şekillerle. Duvara yaşayan Sevim Canay'la benim. Elmar könüllü gedib, ne hərbiçidir, ne çağrıcı. Sənə qurban, hamının ki hərbiçidir, çağrıcıdır. Bir Atik orada var, giriş doktorun oğlu. Onunla Elmar bir gündə gedib, ana bilmir. Könüllü, anaların xəbəri yoxdur. Yeganə evlat, ata yoxdur, aparmazdı bilirsiniz. Özü gedib. Özü. Sizə dedi gedəndən. Polat Həşimov şəhid olandan yazılıb. Ay qızım, deyirəm, analara deyim. Axşam bizə zəhmət deyib. Gör nə yaman zülm çəkmişim. Mən nə deyim, əsrəm. Mən nə deyim? Yəni ki, qadın. Bunu. Vətəni səndən çox sevdim. Hə, vətən səndən söndür.